Dünyada xərçəng xəstəliyinin yaşı getdikcə azalır. Əvvəllər 50 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinən bu diaqnoz artıq 20-35 yaş arası insanlarda yayılmağa başlayıb. Mütəxəssislər bu artımı bir neçə amillə izah edir. Gənclərdə daha tez-tez rast gəlinən bədxassəli şişlərin diaqnostikası artıb, həm də ki, xüsusilə ağciyər, süd vəzi xərçəngi, mədə-bağırsaq xərçənginin gənclər arasında sayı günü-gündən artır. Burada çox səbəblər var. Xəstəliyin gəncləşməsində birinci yaşam tərzimiz, xərçəng riskini artıran amillərin daha çox məruz qalmağımız, xüsusilə də qidalanma, fast food qidalardan çox istifadə eləməyimiz, hərəkətsizlik, artıq kilonun çox olması son dövrlərdə ən böyük risk faktorlarıdır. Gündəlik həyatda məruz qaldığımız kanserogen amillərdən, istər kosmetik vasitələr olsun, istər plastik məhsulların çox saylı istifadəsi olsun, istər şəhər mühitində yaşayanda hava çirkliliyinə məruz qalmağımız olsun. Bunlar dolayısıyla kanserogen amillərdir ki, bizdə xərçəngin riskini artırır. Onkoloq Pərvanə Rüstəmova bildirir ki, bu xəstəlikdən xilas olmağın ən vacib yolu erkən diaqnozdur. Təəssüf ki, əksər insanlarda narahatlıq müəyyən səviyyəyə çatdıqdan sonra yoxlanışdan keçirlər. İndi diaqnostika daha geniş imkanlara malikdir, daha asan və daha tez xərçəngə diaqnoz qoyulur. Hansı ki, 15-20 il əvvəl daha kiçik ölçülü şişləri biz dəqiqləşdirib adını qoya bilmədiyimiz halda bugün imkanımız var ki, 1 santimdən kiçik də şişləri biz tapa bilək və bir də gənclərin təbii ki, özünə diqqəti ilə də bağlıdır. Orqanizmdə baş verən hər hansı bir kiçik dəyişikliyi diqqətə alıb vaxtında müayinə olunsaq, biz bütün növ xərçəngləri erkən mərhələdə aşkarlayanda bugün sağalma və sağ qalma şansımız çox yüksəlir. Birinci mərhələ xərçəngdə süd vəzindən danışsaq, sağalma ehtimalımız 98-99%-dirsə, 4-cü mərhələdə bu şansımız 25%-in altına düşür. Həyatımızın ritmi dəyişdikcə xəstəliklər də gəncləşir. Bəzən isə biz sağlamlıq yox, sadəcə gündəlik qayğılarla məşğul olduğumuz üçün bədənimizin göndərdiyi siqnalları görməzdən gəlirik. Bunun cəzasını isə çox ağır formada ödəyə bilərik. Asuman Pünhan, Ramin İsmailov.